Hər kəsə salam, necəsiz? Ümid eləyirəm, yaxşı olarsınız. Bu səfər dedim sizi evdən yox, fərqli bir məkandan salamlayım. Həm də biraz yeni il abu-havasını sizə də ötürüm. Spotify Premium. Hit play on 3 free months now and cancel anytime. Tap the banner to learn more. Bunların qapaqları geçirdi. Nədir ki sən? Beləsi də var. Bunlar kartof soğan yığmaq üçün də. İstəyirəm əslində belə bir şey. Prosta hara qoyacağam. Buralı gəlib dağıdar. Ya Allah, interest. Bunlar neçədir burada? Hər yerdə çox bahalı ya bunlar. 3.90, yəni 4-5 manat belə olur. Amma bu material o qədər də xoşuma gəlmir. Biraz daha böyükləri. Çox da istifadə edəni deyiləm, ona görə xoşum gəlir, amma çox istifadə edəmirəm deyə. Buradakı şeydən bir dekor üçün masanın ortasına qoymalıyım. Bunlar da çox geçirdi. Ay, çox estetik. Ay Allah. Bura biraz bahar abu-havasındadır deyəsən. Кажется, живот акар. Киса. Ой, ой. Bunun dadına baxacağım. Maraqlı gəldi. Vanilya xoşduram ona görə. Oy. Adama gəl deyir. Burada başqa növlərini tapdım. Dəyişəcəm deyəsən əlimdəki. O ikisi arasında qaldım. Biri vanilyalıdır, birisi çiyələkli ağ şokoladlandı. İkisi də maraqlı gəldi mənə. Bilmirəm. İkisini amma eyni vaxt içə bilməyəcəm. Birini seçməliyəm. Ey, çox sağ olun. Dadı süper idi, çox gözəldir. Məsləhət görürəm. Bu arada bayaq gördüyümüz dekolib idi. İndi isə Ruska gəlmişik. Burada baxacaq yeni aksiyonlarına. Aslında havada heç yeni abu-havası da yoxdur. Çok güzel konseptdə. Təzə evlənəndə bu stolu almaq istəyirdim. İndi düşünürəm ki, yaxşı ki də almamışam. Çox geçəkdir, amma yəni Raul'la çətin. Ancaq Raul böyüyəndən sonra ola bilər. Mənim vazamda. Masa da çox gözəl masadır. Burada Raul'lara baxın. Çox gözəl. Bu arada vazam endirmə düşür. 30 manata. Sonra belə bir yastıq var. Belə uzun. Və buna uyğun da belə bir örtü var. Bir ara bunu da almaq beynimə düşmüşdü. Yəni hələ də fikrimdə var. Çox gözəl görünür. Sadəcə olaraq bu fikirlərimi saxlayıram ki, inşallah Allah qismət edər, biraz daha böyük evimiz olar. Orada həyata keçirərəm. Bir də mən bunlardan almışdım. Buradan divanın üstünə sərməyə, amma sürüşkəndirlər deyə nə yatağın üstünə, nə divanın üstünə sərməyə olmur. Sürüşürlər, qalmırlar.
da nə qəşəng bir şeydir. Bu deyəsən 200'dür deyə. Çox gözəldilər. Həm də bu. Bayaq sizə göstərdiyim çox formada. Ey! Geldik evə, yol üstü bir kişi aldım. Bunları əslində salat eləmək üçün aldım. Krabovый paloşki almışdım, krab çubuqları. Heç bilmirəm, belə gedəcək ya yox. Bilmirəm hətta necə istifadə edirlər. İndi baxacağım ona. Amma düşündüm ki, Sezar salatı kimi bir şey eləyə bilərəm. Ona görə kahı aldım, pomidor çeri aldım, Holland pendiri aldım, şarab aldım. Kənd qatığı Raul üçün biraz kök. Həm salat eləyəcəm, həm də adını siz deyin, Raul'a sos sıxmaq üçün götürdüm. Bu arada Araz marketin köklərini çox bəyəndim. Həqiqətən 2 dənə belədən yarım stəkan sok çıxarda bilirəm. Amma başqa yerlərdən alanda çox quru çıxır köklər. Bir də Raul'un pampersi bitmişdi, pampers aldı. Bu arada endirimdə belə Huggies'in üçlü salfetkaları var idi. Hərəsindən 56 dənə içində. Bu da düşürdü 8 manatına qədərə. Əlavə də bonus kartı ilə 7 manat 90 qəpik nəsə belə bir şey. Belə bir qiymətə. Ona görə xala görən kimi bunu elə aldı, gətirdi bizə ki, zaten bunu istifadə edirik. Hissə çəkib göstərirəm. Bir də ABC-nin belə bir ətirləndiricisini aldıq. Normalda bunu istifadə edirəm. Bu bitmək üzrədir. Bu növü yox idi. Bu var idi, indirimdə idi. Bunun da qoxusu gözəldir, xoşuma gəldi. Götürdük. Bir də ki, vaniş, ləkə çıxarıcı olaraq vaniş istifadə edirəm. Bəyənirəm bunun effektini. Belə bir şey almışdım ləkə çıxarma üçün. Heç bir işə yaramadı. Bir də belə bir şey almışdım. Bu körpə paltarları üçündür. Bu da baxın nə qədər istifadə elədim, amma heç bir qram belə effekt görmədim bundan da. Sırf necə yazılmışdısa istifadə qaydası o formada elədim, amma bir qram effekt görmədim. Bir də belə bir salfetka almışdım. Arazdan endirimə düşmüşdü. İkisi birində mətbəx salfetidir. 2 manat 29 qəpik civarı bir qiymətə düşmüşdü. Bu arada bu 2 mərtəbə yenə dağılır. İlk 3 mərtəbə həmişə səliqəli olur. Yuxarıda süfrələrdir, burada dəsmallardır. Hətta arxada heç açılmayanlardır. Bu cərgə ümumiyyətlə istifadə olunmayanlardır. Burada altda da yenə istifadə olunmayanlar var. Məsəl üçün bu ikisini, bunları istifadə eləməmişəm. Bu üstdəkiləri istifadə edəyək. Bir də burada 2-3 dənəsi də hətta yulmağa atılıb. Burada da asmışam. Raul'a da bu paraşütü istifadə edirəm. Amma bitib artıq. Arxada uşaq yayını var. Onu heç bəyənmədim. Bununla müqayisədə heç bir qram effekti belə yoxdur. Raul da gəldi buranı dağıtmağa. Çox düzənliymiş kimi Raul da gəldi buranı dağıtmağa. İndi isə bu balaca cücə axşam yeməyini yeyəcək və gedəcək yatmağa. Burada belə kənd çolpası ilə gül kələmini, kabakı, bir də kartuşkanı qarışdırdım və darı əlavə elədim. Bir də zeytun yağı ilə duz. Bu arada onu deyim ki, Raul'a mən yemək verməyə başladığım vaxtlar ilk elə kabakdan, gül kələmindən, belə bir şeylərdən başlamışdım. Ona görə Raul'un yeməklə bağlı bir problemi yoxdur. Yəni nəyi nəyə qatıb versəm, dadı yaxşı olmasa belə yeyəcək. Öyrəşib deyə, ona görə dadlı bir şey yedikdən sonra dadsız bir şeye problem eləmir. Hamısını yeyir. İndi bu bir damcı qalıb. Bunu da yedirim və gedirik yatmağa.
Gezintiye çıkmıştık. Arada da dedik Raul'un ihtiyaçlarını alaq. Deməli, kaşası bitmişdi. Bu sefer Ovsyankovu götürdüm. Hardasa fərqli götürürüm. Peçenya olarak bunları verirəm. Çünkü diğer firmanın peçenyalarını əlində yiyə bilmir. Əli bütün şirə olur, həm də yeməyə də rahat olmur. Yəni yiyə bilmir hətta onları. Bunu amma çox rahatlıqla yeyir. Ola bilsin onların tərkibində şəkər var ki, onlar şirə olur, amma bu şirə olmur. Ona görə bunu rahatlıqla yeyir. Bildinizdə hansı firmalar deyirəm? Kabritadır, Frutanyanyadır və yaxud ki Papanın peçenyalardır. Yəni onlar əlində şirə kimi olur. Sonra belə bir tvorog götürdüm. Bir dənə də Rastişkanın tvorogunu götürdüm. Bunları xoşdurur. Adətən çörə çıxanda, yemək yanımda olmayanda və yaxud qısa gəzintilərə çıxanda götürürəm ki, birdən acısa verim. Sonra bir dənə banan götürdüm. Və 2 dənə də püre götürdüm. Birini kök olaraq götürdüm. Əslində özüm də evdə eləyirəm. Amma təcili situasiyalarda həmişə əl altında olmağı yaxşı olur. Bir də brokoli. Belə. Bunları marketdən almışdıq. Daha sonra biz tərəfdə Esentrik dükkanı var. Cehiz əşyaları olan, ev əşyaları olan mağazadır. Demək olar ki, cehizimin 60-70%-ni oradan alırdım. Sədərək qiymətinədir. Həm də ki, ən son trenddə nə varsa onları satırlar da, belə deyim. Oradan da belə çubuqlar aldım. Əslində bunlar biraz qısadır. Amma bunlardan bir də var idi, lap uzun. Onlar rahat olmayacaqdı deyə məcbur qısaları götürdüm. Sonra belə bir şey götürdüm. Buna çox axtarırdım, çox yerdə axtarırdım. Nəhayət tapa bildim. Bu almanın içini təmizləmək üçün tərəvəz içi çıxardan belə bir şeydir. Tapdıqlarımın həmişə burası iri olurdu. Amma bu səfər tapdım. Həm belə orta ölçüdə var idi, həm irisi, həm də bundan da balacası var idi. Düşündüm ki, bundan balacası almaya uyğun olmaz. Adətən almanın içini təmizləyirəm, ya piroqlar eləyirəm, ya Raul üçün çorkadan keçirəndə, əlinə verəndə rahat olsun deyə. Bu dedim elə ideal olar. Bunu da çox ucuzdur. 1 manat 20 qəpiyə tapdım. Daha sonra qazanlarımın qapaqları qopmuşdu. Onlara belə bir şey. Bir də ki, Raul üçün belə bir qab götürdüm. Bu bilmirəm, plasmasdan biraz daha qalın bir materiala oxşuyur, amma melaminə də oxşamır. Bu qədər. Saçı da haçan baxırsan dağınıqdır.